Baharın gəlişi Suraxanı rayonunda da qeyd olunub. Atəşgah məbədi Dövlət Tarix Memarlıq Qoruğunda Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz şənliyi keçirilib. Novruzun əsas atributları, müxtəlif növ şirniyyatlar və bayramın sevimli personajları Keçəl, Kosa, eləcə də pəhləvanlar, kəndirbazlar Atəşgah məbədi Dövlət Tarix Memarlıq Qoruğunda. Suraxanı rayon sakinləri Novruz bayramını belə qeyd etdilər. Bahar xoş əhval ruhiyyəsi ilə uşaqdan böyüyə hər kəsin simasında təbəssüm yaradır. Bayram şənliyindəki pəhlivanların, maskotların çıxışı da maraqlı qarşılandı. Biz də öz gücümüzü bütün Azərbaycana göstəririk, bütün dünyaya göstəririk. Qədim adət-ənənə olan bu qədim el sənətini bu gün yaşadırıq. Biz daşları sinəmizlə qət eləyirik, atırıq dəmirin üstünə. Çox çətin idman növüdür. Könçəni doldursana, kosanı yola salsana. Böyük coşqu ilə qeyd edilən bayramın ən yadda qalan məqamlarından biri də məclisə faytonda gələn el ağsaqqalı Dədə Qorqudun cəngavərlərlə birgə Atəşgah məbədindən götürdüyü odla bayram tonqalını alovlandırması oldu. Ozan xalqımızı qədim el bayramı münasibəti ilə ürəkdən təbrik edib, xoş diləklərini çatdırdı. Novruz şənliyində milli irsimizi yaşadan sənətkarların əl işləri də nümayiş etdirildi. Bu bizim Azərbaycanın ən qədim sənət növlərindən birisidir. Vaxtı ikən lahuc ustaları mis əşyalarla təmin ediblər. Bütün mətbəxləri mis əşyalar bəzəyib. Bizim sənət UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Mehriban xanımın əməyi sayəsində, xidməti sayəsində biz həmişə onu minnətdarlıqla anırıq. Belə tədbirlərdə həmişə böyük həvəslə iştirak edirik. Bugünkü tədbir də burada doğrudan da çox gözəldir, çox möhtəşəmdir. Mən də milli qurama sənətini yaşadıram. Milli dəyərlərimizi daima uca tuturam və buna da fəxr eləyirəm ki, mən milli dəyərlərimizi gənclərimizə, övladlarımıza çatdırıram. Yazın gəlişini bildirən və xalqımızın milli mənəvi dəyərlərini özündə ehtiva edən ədəbi bədii kompozisiyalar, müxtəlif oyunlar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri böyük maraqla qarşılandı. Novruz bayramı bizim birliyimizi, bizim birlikdə odumuzun, ateşpərəstliyin, odun istiliyini bildirir ki, insanlar hamısı onun ocağında, istiliyin ətrafında yığışaraq bir yerdə qeyd edirik, milli adət-ənənələrimizi xatırlayırıq, şirniyyatlar, təamlar qoyulmuşdur, onların dadına baxırlar, bizim hansı ki qədimdən gələn adət-ənənələrimizi daha da xatırlayırıq. Biz çox şadıq ki, illərin, əsrlərin sınağından keçərək Novruz bayramı bugünə kimi gəlib çatmışdır. Atəşgahda Novruz bayramı tədbiri ənənəvi olaraq hər il keçirilir. Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə. Biz də Suraxanı sakini olaraq hər il gəlirik. Adət-ənənələrimizlə tanış oluruq, milli atributlarımızla tanış oluruq. Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram şənliyi musiqili proqramla davam etdi. Gülarə Quliyeva, Novruz Kazımov, Oruc Ələsgərov, Ramilə Sultanova, Mədəniyyət xəbərləri. Zəfər